Salam, biz Şəki şəhər, Aşağı Şabat kənd sakinləri yolumuzla bağlı bir video çəkmək istəyirik. Mən öz elimdən, obamdan, Şəki cəmaatından artıq dərəcədə xahiş edirəm ki, bu video qarşılarına çıxanda bəyənsinlər, paylaşsınlar, bizə dəstək olsunlar. İstəyirik ki, bu video aidiyyatı qurumların qabağına çıxsın, bizə dəstək olsunlar, dövlət başımızın qarşısına çıxsın, müəyyən qurumlara tapşırıq versin ki, bu yolun düzəlməsində bizə köməklik göstərsinlər. Bizim yolumuz çox acınacaqlı vəziyyətdədir. Xeyrimiz var, şərimiz var, gedə bilmirik, gələ bilmirik. Çox bərbad vəziyyətdədir. Yolumuz indi hal-hazırda yaxşı bir vəziyyətdədir. Qardaş, rəhmət olmasa buraları çəkərdiniz. Məktəbə uşağımızı aparmaq olmur. Palçıqdan aparmaq olmur. Yolumuz yoxdur, izimiz yoxdur. Axşam gedirik uşağın qabağına qaranlıqda uşaq gətiririk. Qovqandağın içindən uşaq çıxardırıq. Yolumuz pis vəziyyətdədir. Cəmaat gedir, ola imkan eləyə bilən ev tikibdir. İmkan eləyə bilməyən gedib kiminsə bir otaqlı evində qalır. Burada 2 mərtəbə evini qoyur, burada şərait qurduğu evini, məhləsini qoyur, həyətini qoyur, çıxır gedir orada kiminsə evində oturur. Yəni biz də buna görə istəyirik ki, xahiş edirəm sizdən artıq dərəcədə bizə dəstək olasınız, bu videonu paylaşasınız, aidiyyatı qurumların qabağına çıxsın, bizə köməklik eləsinlər ki, bu yolun düzəlməyində bizə dəstək olsunlar. Çox sağ olun, minnətdarım.